Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi davamlı olaraq ailə institutunun möhkəmlənməsi, ailədə fərdlərin məlumatlanması, gənc ailələrin məlumatlanması üçün müxtəlif tədbirlər həyata keçirir və bu tədbir də bu silsilə tədbirlərdən biridir. Azərbaycan dövləti olaraq ailələrin rifahının yaxşılaşması, ailələrin gücləndirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Çox önəmli bir siyasət həyata keçirilir. Ailə elə bir institutdur ki, burada hər kəsin öz töhfəsini verməsi vacibdir. Bugün ailə institutunun möhkəmləndirilməsində vurğuladığımız kimi gənclərin rolu xüsusilə əhəmiyyətlidir. Çünki sağlam və güclü ailənin təməli məhz şüurlu, məsuliyyətli və milli mənəvi dəyərlərə bağlı gənclər tərəfindən qurulur. Şəhərin inkişafı təkcə iqtisadi göstəricilərlə deyil, həyat keyfiyyəti, əlçatanlıq, təhlükəsiz və sosial rifahla qiymətləndirilir. Gələcəyin ən önəmli şeyi məxfiyyət olacaq. Yəni məxfi şəxsi dəyərlərimiz olacaq. Nə qədər şəxsi məlumatlarınızı qorusanız, nə qədər onun üzərində işləsəniz, bir o qədər qabaqda olacaqsınız. Bu günlərin əsas məsələlərdən biri bir qeyd elədiniz. Həm bizim məxfiliyimizdir, həm də özümüzə qoyduğumuz məhdudiyyətlərdir. Yəni məhrumiyyətlər yox. Biz hər zaman deyirik ki, uşaqların əlinə nəyisə tam almayın. Çünki biz valideynlərlə də bu mübarizələri aparmışıq. Amma məhdudiyyət çox önəmlidir.